sönsak atmalıdır. Dedi yok sen ne danışırsan öyle şey olmaz. Burada hükümet işçisi, UNESCO işçisi yine de deyirəm o göydəki Allah'ın birine. UNESCO işçisi qayıtdı dedi ki Ramiz Mehdiyev icazə vermir ki blogerlere kimse de nese de desin der koy söysün. Der sözcü dandırmak der yok da şeylemin demin. Koy söysün. Dedi bizim prezidentimiz, bizim aksakalımız Ramiz Mehdiyev'di. Bunu bana UNESCO işçisi dedi. Burada ta bundan sonra ne ararsan. Ha? Bazı anası göçerler de hadi internetin arkasında oturup oradan şey yazmak ne var ki? Kişiliğiniz var. Gel tüt oturak danışak da. Ben Paris'teyim. Dümmeniz var gelin yüz-yüze da. Gelin söhbət eləyək, xırdalayaq. O arxa yoxdur ki sizdə. Bəzilə anası gökərlər. Gedin ananıza məni soruşun görün. Nətən insanam? Köpolunun millətləri. Ona görə də bax belə götdən götə qalır da Azərbaycan. Biri bu üzə çəkir, biri o üzə çəkir. Birlik yoxdur, qoymurlar birləşməyə. Belə qancıqlara görə. Bax, belə qancıqlara görə görürsən. Bu adam lişni, bu adam mənə dedi ki İlham Aliyev bizim prezident değil. İlham Aliyev divara şiyandidir. O kimdi hadi? Bizim aksakalımız var. Dedim ha kimdi aksakal? Dedi Ramiz Mehdiyev'di bizim aksakal. Biz Ramiz Mehdiyev'e tabi. Şimdi bu adam bana 3 yıl. Dedim ahırı pis olacak ha. Ahır pis olacak bak. Ona göre tanıyıram da. Gelin bu baştan qabağına alaq, milletin şikayeti geçsin. Başa düşsən mi? Millet burada kimin evi alınıb əlindən, kimin biznesi, kimi şərif tutmaq siflər o da aradan qaçıbdı. Belə uğraşlar. Mən 2017'den axır 2018'den bu adamla danışdım. 2019'da şəkil de var. Birlik yaratdıq. Paris'in sentrinde ofis götürdüm. Ki dedi ne ter lazımdı milletimize kömək olacak. Belgiyədən, Qalandiyədən, her yerden gelen Azərbaycanlıların dedim bilet pulunu siz verməlisiniz. Gəlib yani şikayet eləməyə də Sabraniyeli olmağa, yığılmağa. Dedi problem yoktur. Məni qabağa verdiler. Ondan sonra geri durdu. Nədir məni vursunlar bilirsən ya Akif yani sözüne pütөy deyil. Bunlar belə qancıqlıqla hərəkət edirlər. Bunların politikası budur. Fitnəliyirlər, qabağa salırlar. Deyir, Hakim müəllim nə tarı lazımdır? Millətimizə kömək eləyəcək. Dedim, bax ha, yığıncaq video altında olacaq. O videoda yazılan ərzələr hamısı gedib prezidentin sonuna çatmalıdır. Dedi, 100%. Dedim, mən də bütün söyüşləri dayandırmağa öz boynuma götürürüm. Bir adam ağzını açıp söğüş söymeyecek. Ama şikayete bakın. Uzattı. Axırda dedi ki Mehmet Yarov'la görüşürsen bugün sabah. Sonra da geldi dedi ki yok aksakkal icazə vermedi. Kimdi aksakkal diyor Ramiz Mehdiyev. Bunun ağzından çıkan söz. Ben özümden çıkartmıram. Ben bundan bu adamla bir dənə şəxsi qəsdi qərəzim yoxdur. Toğrul Məlikovdur. Toğrul adına Məlikovda familiyası. Bunun böyük qardaşı Aqalarovun firmasında işləyir. Kantorunda bilmirəm nə işində. Mən bundan düşmançılığım yoxdur. Mən buna bel bağladım. Dedim indi hökumət işçisidir da. İndi xəbər çatdırar. Dedim ayıfdır. Azərbaycanın ana bacıları buradan söylür. Mən baxmıram. Məmur anasıdır. Bak bu nənənin nə suçu var ki? Mən bunlara göre gelmiştim da. Söğüş olmasın. Bir de milletin şikayeti geçsin çatsın. Mən geldim Bakıya. 2023 yılda mən gelmiştim Bakıya. Sentyabr ayında. Kime lazımdırsa da yine de mən görsədə bilərəm. Gedin. İnanmırsınızsa da ay anası gökərlər. Ay nəsli